Biri var idi, biri yox idi. Meşəlik ərazidə bir qarı və qoca yaşayırdı. Onların uşaqları böyüyüb boya başa çatdıqdan sonra şəhərə köçmüşdülər. Günlərin bir günü qarı üzünü qocaya tutub deyir: Ay kişi, meşənin ortasında ikimiz təkcə qalmışıq. Uşaqlar da uzaqda qalıb. Görə bilmirik. Mən nəvə istəyirəm. Sən mənə meşədən odun gətir, onu bələyib oynadacağam. Xahiş edirəm, qəribə qarşılama istəyimi. Qoca biraz fikrə getdi. Qarı isə xahiş dolu baxışlarla ona baxırdı. Qoca qərara gəldi ki, meşəliyə gedib bir odun gətirsin. Qarı odunu bələyib hər gün beşikdə yerləyirdi. Xəyallarındakı nəvə yatdıqdan sonra özü də yatardı. Qoca isə təəccüblə qarıya baxır və heç nə demirdi. Bir gün səhər yuxudan oyanan qoca gözlərinə inanmadı. Odun uşağa çevrilmişdi və beşikdən onlara baxırdı. Qarı sevincindən qaçaraq uşağı qucaqladı. Bu gündən etibarən onlar hər gün uşağı yedizdirib, içizdirib, öz doğma nəvələri kimi bəsləyirdilər. Uşağa Polad adını vermişdilər. Polad hər gün daha da böyüyürdü. Bir gün o babasına dedi: Baba, mənə qayıq düzəlt ki, balıq tutub sizə yemək gətirim. Babası uşağın xətrinə dəyməyərək ona qayıq düzəldir. Polad qayığa minir və balıq ovuna gedir. Bir-iki o balıq ovladıqdan sonra nənəsi sahilə çıxıb onu səsləyir. Nənəsi Polada yemək verərək deyir: Bax ay bala, mənim səsimi eşidəndə gəl sahilə. Amma tanımadığın bir səs eşidirsənsə, quruya çıxma ha. Polad nənəsi ilə sağollaşıb yenə çıxdı çaya balıq tutmağa. Bir müddət sonra nənə yenə çağırmağa başladı. Polad, ay Polad, gəl sahilə, yemək hazırlamışam sənə. Bu mənim nənəmdir. Dadlı yeməklər bişirib mənə. Gedim evimə. Polad nənəsinin səsini eşidib sahilə doğru qayığı yönləndirdi. Gəldi, oturub yaxşıca yedi, içdi və yenidən yola düzəldi. Hiləgər ilan kənardan Polad ilə nənəsini seyr edirdi. O, Poladı görəndə onu tutub yemək istədi. Ona görə də plan qurdu. O ağacın arxasına dayanıb Poladı çağırmağa başladı. Polad, ay Polad, gəl sahilə, yemək hazırlamışam sənə. Get buradan. Sən mənim nənəm deyilsən. Yaxşısı budur buradan uzaqlaşım. Bunu deyib Polad oradan qayığı ilə digər səmtə üzdü. İlan buna əsəbləşdi və oradan uzaqlaşdı. Birazdan nənəsi Poladı çağırdı. Polad, ay Polad, gəl sahilə, yemək hazırlamışam sənə. Bu mənim nənəmdir. Dadlı yeməklər bişirib mənə. Gedim evimə. Polad qayığı ilə sahilə gəldi, çıxdı. Nənəsi dadlı təamlardan, ləzzətli içəcəklərdən verdi və Polad doyunca yedi. Bir müddət sonra yenidən qayığa minib çayda üzməyə başladı. Polad, ay Polad, gəl sahilə, yemək hazırlamışam sənə. Polad yenə onun səsini aldanmadı və oradan uzaqlaşdı. Get buradan. Sən mənim nənəm deyilsən. Yaxşısı budur buradan uzaqlaşım. Bunu görən ilan dəmirçinin yanına getdi. Dəmirçi, ay dəmirçi, mənim səsimi incəldib Poladın nənəsinin səsinə oxşada bilərsənmi? Sənə qızıl verərəm. Dəmirçi də səsini incəldən ilan qayıdıb yenə Poladı çağırmağa başladı. Polad, ay Polad, gəl sahilə, yemək hazırlamışam sənə.
Yəqin nənəm yaxına gəlib ki, çox uzağa üzməyin. Oy! İlan ona arxadan yaxınlaşıb cəld onu tutdu və evinə apardı. Aç qapını Olenka, evə yemək gətirmişəm. Olenka onun balaca qızının adı idi. Olenka, bu oğlanı götür və 5-də qızart. Mən qonaqları çağırıb gəlirəm. Dadlı bir qonaqlıq edək. İlan Poladı Olenka ilə tək qoyub yola çıxdı. Olenka peçi qızdırdı. Sonra isə Polada yaxınlaşıb dedi. Gəl bu taxta kürəyə uzan. Mən bilmirəm axı necə uzanım. Səni qızartmalıyam. Polad bir qolunu kürəyin üzərinə qoydu. Necə? Yox, elə yox. Bu formada olsa bəs eləyər? Sən tamamilə kürəyin üzərində olmalısan. Onda ayağımı da əlavə edim. Polad bir ayağını da kürəyə uzatdı. Yox. Belə olmaz. Yaxşı, sən göstər baxım. Düz necə olur ki? Olenka kürəyi Polada verdi. Özü də yuvarlanıb kürəyin üzərinə uzandı. Bunu görən Polad cəld Olenkanın peçin içine atdı. Qapağını da bağladı. Evdən çıxıb hündür ağacın başında gizləndi. Polad o qədər hündürə çıxmışdı ki, sonra necə düşəcəyini də bilmirdi. Hələ ki ilandan gizlənmək vacib idi. Bir müddət sonra ilan öz dostlarını da yığıb qonaqlığa gəldilər. Lakin onlar evə girib heç kəsi tapmadılar. Qəzəbli şəkildə çıxıb ətrafa boylananda Poladın ağacda gizləndiyini gördülər. Hamısı yığılıb iti dişlərlə ağacı gəmirməyə çalışırdılar. Amma ağac çox möhkəm idi. Bu zaman ilan yenə dəmirçinin yanına getməyə qərar aldı. Ağac çox hündür idi. Polada kömək edən olmasa, oradan çətin aşağı düşə bilərdi. İlan öz dostlarını götürüb dəmirçinin yanına getdi. Dəmirçi, bizə dəmir dişlər ver. Ağacı kəsməyimiz lazımdır. Sənə qızıl verəcəm. Dəmirçidən taxma dişləri alıb qayıtdılar ağacın altına və yenə ağacı dişləməyə davam etdilər. Polad isə yuxarıdan onlara baxırdı. Birdən ağacın üzərinə uçan quşları görən Polad səsləndi. Ey gözəl quşlar, məni xilas edin. İcazə verin sizinlə uçum. Nənəmə götürün məni. Sizə yemək, içmək verərəm. Arxada qalana de səni götürsün. Bunu deyən quşlar oradan uzaqlaşdılar. Başqa bir qrup quşun ona yaxınlaşdığını görən Polad yenə dilləndi. Ey gözəl quşlar, məni xilas edin. İcazə verin sizinlə uçum. Nənəmə götürün məni. Sizə yemək, içmək verərəm. Arxada qalana de səni götürsün. Ey gözəl quşlar, məni xilas edin. İcazə verin sizinlə uçum. Nənəmə götürün məni. Sizə yemək, içmək verərəm. Arxada qalana de səni götürsün. Sonunda tək uçan axırıncı durna oradan keçərkən Polad yenə çağırdı. Ey gözəl quş, məni xilas edin. Nənəmə götürün, yemək, içmək verərəm. Məni xilas edin. Quş ağaca qondu və Polad cəld ondan yapışdı. Durna onu görüb havaya qalxdı. Polad ağır idi. Buna görə də tam göyə qalxa bilmirdi. Amma ilan nə qədər arxasınca qaçsa da Poladı tuta bilmədi. Polad biraz uçduqdan sonra gəlib evindən çatdı. Onu gətirən durna məhəllədə olan dadlı otlardan yeyib gücünü toparladı. Polad isə qapının ağzında oturaraq nənəsini izləyirdi. Nənə gözəl kökələr bişirmişdi. Biri sənə, biri mənə. Biri də Polada. Deyə Polad çöldən çığırdı. Nənə pəncərədən baxıb nəvəsini gördü və sevindi. Polad içəri daxil olub dadlı kökədən yeməyə başladı.
Onu gətirən durna isə məhlədə doyunca yeyib içdikdən sonra Poladgillə sağollaşıb yoluna davam etdi. Göydən 3 alma düşdü. Biri nağıl söyləyənin, biri Poladın, biri də dağlı dinləyənin qisməti. Yeni nağıllarda görüşək dostlar. Hələlik. Topal ördək balası. Bir vaxtlar bir qoca ilə qarı yaşayırdı. Lakin onların uşaqları yox idi. Həmişə buna görə kədərlənirdilər. Gəl bugün meşəyə gedək. Biraz göbələk toplayarıq. Beləliklə onlar meşəyə getdilər. Yaşlı qadın göbələk yığırdı ki, birdən kolların arasında bir yuva gördü. Yuvada bir balaca ördək oturmuşdu. Bax qoca, nə gözəl ördəkdir. Gəl onu özümüzlə götürək. Onu aparmağa çalışanda ayağının qırıldığını gördülər. Qarı ördəyi ehtiyatla götürdü və evə gətirdilər. Onun üçün yuva düzəltdilər, lələklərlə düzdülər, ördəyi içərisinə qoydular. Daha çox göbələk toplamaq üçün meşəyə qayıtdılar. Qaydanda gördülər ki, evlərində hər şey səlgiyə salınıb, çörək süfrəyə qoyulub, borş bişirilib. Qarı və qoca gözlərinə inanmadılar. Bizim evə girən olubmu? Bilmirsiniz. Amma heç kim işini bilmirdi. Ertəsi gün qoca və qadın yenidən meşəyə getdilər. Qaydanda pəncərənin yanında bişmiş xəmir çörəyi və iplikli bir mil gördülər. Onlar yenə çaşbaş şəkildə qonşularından soruşdular. Bizim evə kimsə giribmi? Nəsə görmüsünüzmü? Bəli, bir gənc qızın quyudan su daşıdığını gördük. Çox gözəl idi, amma biraz axsaq idi. Qoca və qarı fikirləşdilər və düşündülər. Bu kim ola bilər ki? Ancaq bir şey başa düşə bilmədilər. Sonra yaşlı qadın ərinə dedi. Bilirsən nə var? Gəl belə edək. Göbələk üçün meşəyə gedəcəyimizi söyləyək. Evdən çıxaq, amma bunun əvəzinə gizlənək və bizə kimin su gətirdiyini görək. Onlar belə etdilər. Tövlənin arxasında gizləndilər. Evlərindən gözəl bir qızın çıxdığını gördülər. Qız çox gözəl idi, amma o biraz axsaq idi. Qız quyuya getdi. Qoca ilə qarı isə gizlicə evə girdilər. Baxdılar, ördək yuvada yox idi, yalnız tükləri qalmışdı. Yuvanı götürüb sobaya atdılar. Orada yanaraq kül oldu. Elə bu vaxt gənc qız su ilə qaydırdı. Evə girdi. Birdən qoca ilə qarının qarşısına göründü və dərhal gözləri ilə yuvanı axtardı. Ancaq yuva yox idi. O acı-acı ağlamağa başladı. Qoca ilə qadın onu təsəlli etməyə çalışdılar. Ağlama, gözəl qız. Sən bizim qızımız olacaqsan. Biz səni öz qızımız kimi sevəcək və qayğına qalacağıq. Amma qız dedi. Yuvamı yandırıb mənə casusluq etməsəydiniz, əbədi olaraq sizlə qalardım. Amma indi mən istəmirəm. Mən xahiş edirəm. Bir fırlana təkər və bir mil düzəldin. Mən də sizi tərk edəcəyəm. Qoca və qadın ağlayaraq ondan qalmasına yalvardılar. Amma o rədd etdi. Qoca qıza bir fırlanan təkər və bir mil düzəltdi. Qız həyətdə oturdu və ipi fırlamağa başladı. Birdən ördək sürüsü uçurdu. Qızı görüb oxudular. Bizim bir qızımız var, üzü ay kimi parlar. Həyətdə ip toxuyur, özü mahnı oxuyur. Gəlin ona lələk verək, uçsun bizimlə gedək. Lakin qız imtina etdi. Mən sizinlə getmək istəmirəm. Mən çəmənlikdə gəzəndə ayağımı sındırdım. Məni geridə qoyub getdiniz. Yolunuz açıq olsun. Ördəklər uçaraq qız üçün hərəsi bir ədəd lələk atdılar və uçub getdilər. Sonra başqa bir sürü yaxınlaşdı və eyni mahnını oxudular. Bizim bir qızımız var, üzü ay kimi parlar. Həyətdə ip toxuyur, özü mahnı oxuyur. Gəlin ona lələk verək,
Uçsun bizimlə gedək. Qız yenə imtina etdi. Mən çəmənlikdə gəzəndə ayağımı sındırdım. Məni geridə qoyub getdiniz. Yolunuz açıq olsun. Və onlar da qızı öz diləklərindən qoyub uçdular. Nəhayət 3-cü ördək sürüsü uçurdu. Bizim bir kızımız var, üzü ay kimi parlar, həyətdəyib toxuyur, özü mahnı oxuyur. Gəlin ona lələk verək, uçsun bizimlə gedək. Ördəklər hərəsi qız üçün yerə bir lələk atdılar və indi yerdə toplanan bütün lələkləri bir yerə yığan qız yenidən ördəkə çevrildi və sürü ilə birlikdə uçdu. Qoca ilə qarı yenə də tək qaldılar. Onlar ördək yuvasını ocağa atdıqları üçün çox peşman idilər. Göydən 3 alma düşdü. Biri qocanın, biri qarının, bir də nağıl dinləyənin payı. Hələlik dostlar, özünüzə yaxşı baxın. Bir gün qarışqa meşədə işləyərkən bərk külək əsdi və göyün üzünü qara buludlar aldı. Qarışqa güclü yağışa tutuldu. Ətrafa baxdıqda kiçik bir göbələk gördü. Ona tərəf qaçdı və şlyapasının altında gizləndi. Yağış getdikcə şiddətlənirdi. Bərk islanmış kəpənək göbələyə doğru gəldi. Qarışqa, ay qarışqa, icazə ver göbələyin altına girim. Mən islanmışam, uça bilmirəm. Səni ora buraxım. Mən özüm bura bir tər sığmışam. Heç nə olmaz, bir-birimizə kömək olmalıyıq biz. Qarışqa kəpənəyi göbələyin altına buraxdı. Yağış daha da şiddətlə yağırdı. Yaxından sıçan keçirdi. İcazə verin, göbələyin altına gəlim. Yağış güclənir. Səni ara buraxacağım. Burada yer yoxdur axı. Biraz yer ayırın. Orada yer var. Onlar yer açdılar və sıçanı göbələyin altına saldılar və yağış yağmağa davam edirdi. Bir sərçə göbələyin yanına gəlir. Onun qanadları islanmışdı, uça bilmirdi. Lələklər yaş, qanadlar yorğun. İcazə verin göbələyin altında quruyum, istirahət edim. Sərçə bir yer tapdı. Yaxınlıqdan dovşan qaçırdı və göbələyi gördü. İzləyin məni, xilas edin, tülkü məni təqib edin. Dovşan yazıqdır. Gəlin biraz yer ayıraq. Dovşan gizlənən kimi tülkü gəlib çatdı. Dovşanı görmüsünüz? Biz heç nə görmədik. Sənə burada yer yoxdur tülkü. Belə cəsarətli olan kimdir burada? Heç yoxum, sən təksən. Göbələyin altına gizlənən hər kəs tülküyə hücum etdilər. Biri quyruğunu dişlədi, biri burnuna tullandı, biri gözlərinin qarşısını kəsdi. Güclü yağışda onsuz da yorulmuş tülkü bu müqaviməti görüb daha çox risk etmədən qaçmaq qərarına gəldi və aradan çıxdı. Bu vaxt qara buludlar çəkildi və günəş çıxdı. Hamı göbələyin altından çıxıb sevinclə günəşə baxdı. Qarışqa biraz fikrə getdi və dedi: "Necə ola bilər? Mən birinci görəndə bu göbələyin altında tək mənim üçün yer var idi. Amma indi beşimiz rahat dayana bilirik. Lap möcüzədir." Kimsə güldü. Ham baxdı ki, bir qurbağa göbələyin papağından tullandı. "Oh, necə də gülməlisiniz? Möcüzə." Heç bir möcüzə yoxdur. Sadəcə göbələklər biz qurbağalar kimi uru tüpərti çox sevir. Yağış yağanda göbələyin böyüməsi daha sürətli olur. Ona görə də belə böyüdü. Sizin gizləndiyiniz göbələk. O sözünü bitirdi və qaçdı.
Nağlımız burada sona çatdı. Əziz balalar, kanalımıza abunə olmağı unutmayın. Hələlik! Bir meşədə xeyirxah bir tutuquşu yaşayırdı. Onun qanadlarının rəngi o qədər fərqli və gözəl idi ki, meşədə yaşayan hər kəs ona heyran idi. Günlərin bir gündə Tısbağa tutuquşuya yaxınlaşıb dedi: Ay tutuquşu, bizim bu yaxınlarda şənliyimiz var. Meşənin hər yerindən tısbağalar yığışacaqlar. Mənə rəngli lələklərlə verə bilərsənmi? Başıma taxıb oynayacağam o tədbirdə. Sonra da sənə gətirəcəm lələkləri. Söz verirəm. Olar ay tısbağa. Sənə ən gözəl lələklərimi verəcəm. Oyna, şənlən. Amma sonra mənə geri qaytar lələklərimi. Tısbağa başı ilə razılıq işarəsi bildirdi. Tutuquşu öz lələklərini tökdü. Tısbağa isə cəld onları götürüb şənliyə hazırlaşmağa getdi. Beləcə bir gün keçdi. Tutuquşu elə hey gözləyirdi. Amma lələklər olmadan qanadları da çalışmırdı. Uça bilmirdi. Yazıq. Axır özü gedib tısbağaya baş çəkmək qərarına gəldi. Tutuquşu tısbağanın yaşadığı yerə çatanda gözlərinə inanmadı. İçəridə yüzlərlə tısbağa var idi. Hamısı başına tutuquşunun lələklərindən taxmışdılar və dayanmadan rəqs edirdilər. Tutuquşu nə qədər etsə də hansı tısbağanın ondan lələk aldığını anlaya bilmirdi. Çünki bütün tısbağalar bir-birinə oxşayırdı. Tısbağalardan biri onu görüb oxudu. Ay yazıq tutuquşu, çıxıb başından hoşu, lələk verib bağaya, az qalır ki ağlayır. Burada çoxdur tısbağa, tez başla axtarmağa. Tutuquşu yazıq, tısbağalara baxır, ancaq kimə lələklərini verdiyini tapa bilmirdi. O bir neçə saat oynayan tısbağalara baxır və sonra kör peşman geri qayıdır. Yolda o qoca bir arvada rast gəldi. Arvad soruşdu: "Nə olub ay tutuquşu? Niyə kədərlənmisən?" Necə izah edim bilmirəm. Tısbağaya lələklərimi vermişdim. Şənlikdə iştirak etsin deyə. Baxıram hər kəsə paylayıb lələklərimdən. İndi onu tısbağaların arasından tapa bilmirəm ki, geri alım lələklərimi. Məni ələ salıb gülür mahnı oxuyurlar. Üzülməsən. Onlar səndən bir şey xahiş edib. Zəhmət olmasa saçımı daraya bilərsənmi? Biraz yağ da sür, daramaq olmur yoxsa. Belim əyilib, lap taqətdən düşmüşəm. Tutuquşu qarının saçını darayır. Yaxşı daranması üçün saçına yağ da vurur və işi bitdikdən sonra qarı ona deyir: "Sən gəl belə et. Yenə gedərsən tısbağaların yanlarına. Hansı tısbağa səni görəndə ilk gülüb sözə başlasa, bil ki, o tısbağ alıb səndən lələkləri." Tutuquşu məsləhət üçün təşəkkür edib yenə şənlik keçirilən yerə getdi. Tısbağalar elə hey rəqs edirdilər. Onu görən tısbağalardan biri oxumağa başladı. Ay yazıq tutuquşu, çıxıb başından hoşu, lələk verib bağaya, az qalır ki ağlayır. Burada çoxdur tısbağa, tez başla axtarmağa. Tutuquşu tez üzünü ilk oxuyan tısbağaya tutub deyir: Mən onu axtarmışam, çətin də olsa tapmışam. Sən məndən götürmüsən. Necə tanı bilmirsən? Tısbağa qorxub başından lələkləri yerə atdı. Ardınca bütün tısbağalar da eyni şəkildə lələkləri başlarından çıxardılar. Şənlik dağılmağa başladı. Tutuquşu yerdən lələkləri götürdü və yenidən əvvəlki kimi gözəl oldu. Havada uçarkən çox xoşbəxt idi. Qoca qarının yanına uçub məsləhət üçün təşəkkür etməyi də unutmadı. Nağılımız da burada sona yetdi. Yeni nağıllarda görüşərik. Hələlik dostlar. Heç vaxt pələngə inanma. Kömək edin, kömək edin.
onun fəryadını ancaq bir nəfər eşitdi. O da bazara gedən tacir idi. Tacir dağ yolu ilə öz ədviyyatlarını bazara aparırdı. Tacir ətrafa boylandı. Görəsən kömək istəyən kim idi? Birdən cığırın kənardakı dərin quyunu gördü. Quyunun dibində bir pələng var idi. Yalvarıram, mənə kömək edin. Quyuya düşmüşəm, çıxa bilmirəm. Mən ac-susuzam, özdə çox qorxuram. Yalvarıram, bu quyudan çıxmağa kömək edin. Heç vaxt sizin bu mərhəmətinizi unutmaram. Pələng lap axıra qədər çıxıb oradan bir yerə tullandı. Tacir də gülümsədi. O etdiyi yaxşılığa görə sevinirdi. Qəfildən pələng tacirin üstünə atıldı. Onun arxası üstə yerə yıxıb ağzını geniş açdı. Əlbəttə, quyudan qurtulmaq çox gözəldir. Ancaq səni yemək daha da xoş olacaq. Məni yemək? Axı məni niyə yeyirsən? Mən ki səni xilas etmişəm. Hə, sən mənə kömək etdin. Ancaq indi mən azadam. Artıq xilaskara ehtiyacım yoxdur. Çox acam. Buna görə də səni yeyəcəyəm. Axı bu ədalətsizlikdir. Axı mən sənə yaxşılıq edib quyudan çıxarmışam. Sən yaxşılığa yamanlıqla cavab verə bilməzsən. Heç mən ədalətli olmaq fikrində deyiləm. İndi yalnız dox olmaq istəyirəm. Yaxşılığa yaxşılıqla cavab vermək lazımdır. Yamanlıqla yox. Sənin bu mübahisə mənim iştahımı küstürür. Səsini kəs, sakit dur ki, mən səni rahatlıqla yeyim. Yox, mən susmayacağam. Bu haqsızlıqdır. Yaxşılığa yamanlıqla cavab verə bilməzsən. Mən pələngəm, nəhəngəm, iti dişlərim var. Nə istəsəm edərəm. Səsini kəs. Yaxşı, mən sakit duraram və rahatca məni yeməyinə də imkan verərəm. Amma bir şərtlə. Gərək bizim aramızdakı mübahisəni başqa biri də dinləsin. Kimdən soruşa bilərik? Kəl, bizim mübahisəmizi həll edə bilərsən? Çalışaram. Beləliklə pələng quyuya düşdüyünü, köməksiz qaldığını danışdı. Tacir də pələngi necə xilas etdiyini söylədi. Pələng dedi ki, indi tacir yemək niyyətindədir. Çünki acdır. Tacir isə bunun ədalətli olmadığını deyirdi. Çünki onun fikrincə yaxşılığa yamanlıqla cavab vermək olmaz. Həyat onsuz da ədalətsizdir. Mənim həyatımda yaxşılığa yaxşılıq cavab verən olmayıb. Bütün ömrüm boyu sahibim üçün çalışmışam. Amma bax, gəlib keçdim. Mən artıq qocaldım. Sahibim də məni qəssabın yanına apardı. Onlar məni kəsib yeyəcəkdilər. Elədiyim bütün yaxşılıqların axırda yamanlıq gördüm. Odur ki, yaxşılıq edənə yamanlıqla cavab vermək olar. Pələng də öz xilaskarını yeyə bilər. Pələng qəhqəhə ilə güldü. Dayan. Bu ancaq bir heyvanın fikri idi. Biz başqa birindən də soruşmalıyıq. Əgər desələr ki, həyat özü ədalətli deyil, səsini kəsəcəksən, yaxşılığa yamanlıqla cavab vermək olar desələr, sakitcə səni yeməmə icazə verəcəksən? Hə, əgər yenə yaxşılığın əvəzinə pislik etməyi ədalətli hesab edən olsa, məni yeyərsən. Ondan sonra səni rahatca yeyə biləcəyəm. Biz şam ağacından soruşa bilərik. Şam ağacı, bizim mübahisəmizi həll edərsən? Tacir və pələng yenə hər ikisi öz hekayəsini ağaca danışdı. Hər şey danışandan sonra pələng dedi. İndi sən də bu axmaq taciri başa sal ki, həyat ədalətli deyil. De ki, yaxşılıq edənə yamanlıqla cavab vermək olar. Ancaq mənim həyatım boyu yaxşılığa yaxşılıqla cavab verildiyini görmüşəm. Bax quşlara, öz budaqlarımda yuva qurmağa və balalarımı böyütməyə icazə verirəm. Sonra da quşlar mənim qozalarımı özləri ilə uzaqlara daşıyır və beləliklə dağın hər tərəfində övladlarım boy atır. Quşlara nə qədər çox yaxşılıq etsəm, onlar da bunun əvəzinə yaxşılıqla qaytarırlar. Yəni həyat çox ədalətlidir və pələng öz xilaskarını yeyə bilməz. Şam ağacı sözünü bitirən kimi tacir pələngə gülümsəyib dedi. İndi məni buraxmalısan. Axı kəl də səni yeyə biləcəyimi demişdi. Şam ağacı isə dedi ki, yeyə bilməzsən. Biri hə dedi, biri yox. Onlar bizim mübahisəmizi tam həll edə bilmədilər. Mübahisəni həll etmək üçün
Başqa birindən də soruşmalıyıq. Beləliklə tacirlə pələng yenə eyni vəziyyətdə xilaskar adam yerdə nankor pələng isə onun boğazına yapışaraq gözləməyə başladılar. Ay Dovşan, bizim aramızdakı mübahisəni həll edərsənmi? Dovşan qardaş, ay Dovşan, bizim aramızdakı mübahisəni həll edə bilərsənmi? Sakit olun, ikiniz də birdən danışırsınız deyə mən heç nə başa düşə bilmirəm. Bunu eşidən pələng, tacir hər şeyi başdan danışmağa başladılar. Onlar sözünü bitirəndən sonra Dovşan dedi. Görək hər şeyi düz başa düşmüşəm. Deməli tacir quyuda idi, pələng də ağacın başında. Yox. Mən də cığırla gedirdim. Bağışlayın, amma mən yenə də heç nəyə başa düşmədim. Məncə danışmaq əvəzinə göstərsəniz daha yaxşı olar. Bu mübahisə başlamazdan əvvəl siz harda idiniz? Mümkünsə ikiniz də mənə harada olduğunuzu göstərin. Pələng taciri buraxıb tez quyuya tullandı. Bəs siz qarşılaşanda bu ağac quyuda idi? Yox. Onda ağacda çıxarın. Beləliklə pələng quyunun içində ağacı itələdi, tacir də yuxarıdan çəkdi və onlar ağacı quyudan çıxardılar. İndi pələng əvvəl kimi quyudan çıxa bilməzdi. Bunu görən Dovşan tacirə baxıb dedi. Hələ də mənim məsləhətimə ehtiyacım var. Axı bu ədalətlidir. Məncə sən sadəcə pələngi quyuda qoyub getməlisən. Yaxşılığa yaxşılıqla cavab vermək lazım deyil. Bu kimə yaxşılıq etməyindən asılıdır? Dovşan tullana oradan uzaqlaşdı. Tacir ədviyyatlarla dolu torbasını götürüb yoluna davam elədi. Yol boyu öz-özünə deyirdi. Bir də heç vaxt pələngə inanmaram. Pələng isə quyuda oturub fikirləşirdi. Görəsən indi kimdən kömək istəyə bilərəm? Bir gün ayı balası ilə Dovşan dostları kirpiyə qonaq gedirdilər. Meşədə yol gedərkən dostlar qarşılarında topa şəklində yığılmış zibili gördülər. İnsanlar meşəyə gəlib dincəlib, öz arxalarınca təmizlik etmədən getmişdilər. Kağız, şüşə və yarımşıq yeməklər ətrafa atılmışdı. Ayı zibillərin arasında göy rəngli konfet tapır və onu götürür. Ayı dedi, "Göl nə tapmışam? Biraz da axtarsan daha dadlı şeylər taparıq yəqin." Nə danışırsan? Sən bunu yeməyə hazırlaşırsan ki? Aha, bəli yeyəcək. Şokoladlıdır. Dadı gözəl olacaq. Ayı balası konfeti açıb yedi. Dadı onun çox xoşuna gəlmişdi. Ardınca zibillikdə eşələnərək yeni dadlı konfetlər axtarmağa başladı. O qədər başı şirin şeylər tapmağa qarışmışdı ki, yerdəki şüşə qırığını görmədi və üstünə bastı. Oy, çox incidir. Mən nəyəsə bastım ayağıma, batdı. Xoşbəxtlikdən ayağla yaxınlıqda idi. Dovşan cəld gəlib onu köməyə çağırdı. Ayı qaçaraq balası olan yerə gəldi. Balasının yarasını təmizləyib onu sarıdı. Ayı balası sevinərək ayağa qalxmaq istəyirdi. Bu səfər də qarnı sancılmağa başladı. Ay, anacan, indi də qarnım sancılanır. Bilmirəm niyə. Niyə ay bala? Yerdən konfet tapıb yeyib, ona görə olacaq. Ay, bala, yerdən tanımadığın bir şey götürmək və əsasən yemək olmaz. Al, bu otlardan hazırlanan dərmanı. Birazdan köməyi dəyər. Ayı balası dərmanı içdi. Bir müddət sonra ayağa qalxdı. Ayı üzünü izləyicilərə tutaraq dedi. Dostlar, meşəyə gəzməyə getmək çox gözəldir. Ancaq zəhmət olmasa meşələrimizi qoruyaq, zibilləməyək, təmizliyin keşiyində durmaq həm ağac və bitkilərin, həm də meşədə yaşayan canlıların həyatını qorumaq üçün çox vacibdir. Yadda saxlayın, hər yolda gördüyünüz şey xeyirli deyil. Ehtiyatınızı qoruyun ki, sonra mənim balam kimi əziyyətini çəkməyəsiniz. Hələlik dostlar. Hələlik dostlar.